Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 43-cü dərsin suallar və cavabları. Hansı məna doğrudur? 1. Əynun, ərculun, əzləmun. A. Gözlər, ayaqlar, zülümlər. B. Gözlər, ayaqlar daha zülümkar. 2. Udiyə, uidə, yuqalu. A. Höküm verildi, vəd verildi, deyildi. B. Höküm etdi, vəd verdi, deyir. 3. Təkəthurun, təfəxurun, zəmbun. A. Həddən artıq istəmək, öyünmək, günah. B. Həddən artıq istədi, fəxr etdi, günah etdi. 4. Yaidu, yəstəğfir, yursilu. A. Vəd verdi, bağışlanmaq istədi, göndərdi. B. Vəd verir, bağışlanmaq istəyir, göndərir. 5. Leytə yəsirun mələun. A. İstədi, asan olur, böyüklər. B. Kaş, asan, böyüklər. B variant. Hansı variant düzgün cavabdır? 1. Qayıdış, idim, yoxdan yaradan. A. Mərciun, kuntu, fətir. B. Mərciun, leytə, təkəthur. 2. Bilmədin, şəhadət verir, leysan yağışı. A. Ləm tə'ləm, təşhədu, midrara. B variant. Ləm tə'ləm, qudiyə, mələun. 3. Üzr istəyirəm, zülm edir, göndərir, görürlər. A. Yəzlimu, yursilu, yubsirun. B. Yəzlimu, yəsirun, yubsirun. 4. Höküm verildi, idin, vəd verir. A. Qudiyə, kuntu, uidə. B. Qudiyə, kuntu, yaidu. 5. Böyüklər, yoxdan yaradan, çoxaltmaq. A. Mələun, fətir, təfəxur. B. Mələun, fətirun, təkəthur. Düzgün tərcümələri müəyyənləşdirin. 1. Əş-şeytanu ya'idukumul fəqr. A. Şeytan vəd verir sizə fəqirçiliyi. B. Şeytan həmişə fəqirçilik vədi verir. 2. Vallahu ya'idukum məğfirətən minh. Və Allah vəd verir sizə bağışlanmağı öz tərəfindən. Və Allah həmişə bağışlanmaq vədi verir. 3. İnnəlləhə lə yəğfiru ən yüşrəkə bih. A. Şübhəsiz Allah bağışlamır özünə şərik qoşanı. B. Şübhəsiz Allah bağışlamır şərik qoşmağı ona. 4. Və yəğfiru mə dunə zəlikə limən yəşəə. A. Və bağışlayır o günahları ki, ondan şərik qoşmaq başqadır o kəs üçün ki istəsə. B. Və bağışlayır ondan başqasını hər kəsdən. 5. Və mən yə'məl su'ən əv yəzlim nəfsəh. Burada kiçik yazılıb tam görə bilmirəm. Üzrlü bilin. A variantı. Və hər kəs pis bir işə əməl etsə ya zülm etsə özünə. B variantı. Və hər kəs yerinə yetirərsə pis bir əməli və ya zülm edərsə özünə. Orada sükundur. 5-ci ayədə yəzlim sükundur. 6. İn təttəqullahə yəcəl ləkum furqanə. A. Əgər təqvalı olsanız icad edər sizin üçün furqanı. B. Əgər çəkinsəniz Allahdan təyin edər sizin üçün haqqı batildən ayıranı. 7-ci ayə. Və yə qavmi
Estağfiru rabbekum thumme tubu ileyh. A. Ey mənim qövmüm, bağışlanmaq istəyin Rəbbinizdən, sonra qayıdın ona tərəf. B variantı. Ey qövm, bağışlanmaq istəyin Allahdan və ona tərəf qayıdın. 8. Yursilis səmə aleykum midrara. A. Göndərir səma sizə ardıcıl olaraq. B. Göndərir göyün yağışını sizə leysan şəklində. 9. Qalət rusuluhum əfilləhi şəq. Demək, A variantı. Dedi peyğəmbərlərə Allahda şək varmı? B. Dedilər onların peyğəmbərləri Allahda mı şək edirsiniz? 10. Yədəukum liyəğfirə ləkum min zunubikum. A. Çağırır sizi ona görə ki bağışlaya sizin bəzi günahlarınızı. B. Çağırır sizi ona görə ki bağışlana günahlarınız. 11. Və səbbih bihəmdi rabbikə bil-əşiyyi vəl-ibkar. A variantı. Və pak bilir tərif ilə Rəbbin gecə və sübhdə. B variantı. Və pak bil tərif ilə Rəbbini gecə və sübhdə. 12. Mə yuqalu ləkə illə mə qad qilə lirrusuli min qablik. A variantı. Deyilmir sənə məgər o sözlər ki artıq deyilib keçmiş elçilərə səndən öncə. B. Sənə deyilənlər səndən öncəki keçmiş elçilərin dedikləridir. On üçüncü. Məsəlul cənnətilləti va'idəl muttəqun. A. Behişt məsəli təqvalı şəxslərə vəd verilmişdir. B. O behiştin vəsfi ki vəd verildi təqvalılara budur. 14. İ'ləmu ənəməl həyətud dünya lə'ibu və ləhu. A. Bilin ki dünya həyatı oyun və əyləncədir. B variantı. Gərək biləsiniz ki şübhəsiz dünya oyun və əyləncədir. 15. Sonuncu. Və məl həyətud dünya illə mətə'ul qurur. A. Və dünyaya aid olan hər nə varsa ancaq yalandır. B. Və deyil dünya həyatı aldadıcı maldan başqa bir şey. Və doğru cavabları qeyd eləyərsiniz. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.